Salam, hər vaxtınız xeyir əziz dostlar. 3 may 2026-cı il. Mixailos Ksaborun yanındayım. Ötən gecə çox mühüm hadisələr baş verib. Biraz sonra efirdə görüşəcəyik, danışacağıq. Ukrayna Silahlı Qüvvələri Moskva və Leningrad vilayətlərinə kütləvi hücumlar ediblər. Bununla bağlı həmin vilayətlərin qubernatorları, şəhər rəhbərləri, Raşist imperiyasının, müvəqqəti imperiyanın mətbuat xidmətləri, Müdafiə Nazirliyi bu mövzularda açıqlamalar verirlər. Ukrayna tərəfdə verir təbii ki. Ukrayna prezidenti də bildirdi və biz təbii ki Rusiyanın təklif elədiyi bir günlük, 2 günlük atəşkəsə Ukrayna tərəf razı deyil. Ukrayna tərəfin istədiyi uzun müddətli atəşkəsdir ki, həmin atəşkəs vaxtı hansısa danışıqlar aparmaq olar, hansısa razılaşmalar əldə etmək olar. Ona görə Ukraynanın istədiyi Rusiyanın qruplaşmaların yerini dəyişmək, özü üçün istifadə etmək məsələsi deyil. Ukraynanın istədiyi doğrudan da əgər ateşkəs istəyi varsa, nədən elə istək olan kimi başlamayasan? 9 mayda gözləyəsən ki, Ruslar, Putin öz hoqqabazlığını eləsin, ondan sonra bir də təzdən Ukraynanın mülki əhalisinə zərbələr endirsin. Əziz dostlar, baxın, siz də görürsünüz. Yəni, çox istərdim ki, bütün bunlara xüsusi diqqət yetirəsiniz. Ukraynada o cümlədən Kiyev şəhərində insanların sayı durmadan artır. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, insanlar qələbəyə ciddi inanırlar və onun yaxınlaşdığını hiss edirlər. Necə deyirlər, elin gözü tərəzidir. İnsanlar aktivdirlər. İnsanlar ölkənin həm müdafiəsində iştirak edirlər, həm də qələbənin yaxınlaşdığını hiss edərək daha da aktivləşiblər. Bunu necə deyirlər, görmək üçün xüsusi bir ağla, savada ehtiyac yoxdur. Baxın, siz də gördüyünüz kimi, görürsünüz, insanlar doğrudan çoxdular. Bazar günü səhər tezdən düşünmək olardı ki, insanlar yatmalıdırlar, dincəlməlidirlər. Amma bax, belə aktiv həyat davam edir və insanların doğrudan da şəhərin həyatında iştirakı şübhəsizdir. Dediyim kimi, bax, bizim aramızda yaşayan bu vətəndaşlar bu və ya başqa cürə dövlətin müdafiə olunmasına, Ukraynanın təhlükəsizliyinə təminat verən insanlar. Biləsiniz yəni bunları. Ona görə istədim ki, görəsiniz. Belə səhər tezdən həyəcan siqnalları çalınırdı. Gecə də olub, dünən axşam da mən inandırıram sizi. Heç kimə, heç nəyə, heç kəsə heç təsiri yoxdur. Yəni, həyat öz axarı ilə gedir. Dediyim kimi, mən bunu haçansa yəqin edəcəyəm. Yaxınlaşıb insanlardan soruşsaq, 50-sindən ikisi bəlkə deyək ki, hələ ki, yaxın günlərdə qələbəni gözləmir. 48, yəni 96% deyəcək ki, qələbə yaxınlıqdadır və biz hökmən qalib olacaq və Ukraynanın bir qarışda torpağını heç kəs imperiyaya verə bilməz.
ümumi əhval-ruhiyyə bax bundan ibarətdir. Ona görə mən bilərəkdən tez-tez o cümlədən Kiyev şəhərində belə çəkilişlər eləyirəm ki, dostlarımız real vəziyyəti görsünlər, bilsinlər. Tamamilə sakit bir həyat davam edir. Dediyim kimi istirahət günüdür, bazar günüdür. Amma insanlar görürsünüz, uşaqları ilə kilsələrə gedirlər. Səhər kilsə xidməti başlayıb. Saat Kiyevdə 11-dir. Bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, bizim hələ ötən ilin yayından dediyimiz kimi mart ayından başlayaraq Ukrayna hərbi sənaye kompleksini elə vəziyyətə gətirəcək ki, və gətirmişdir ki, Rusiya Federasiyasının ərazilərinə ağır zərbələr endirərək onu sülhə və danışıqlara məcbur edəcək. Zaman da göstərdi ki, nə Trump, nə başqaları bunu etmək gücündə deyil. Rusiyanın bildiyi bir dil var. O dilin adı da gücdür. Belə dostlar, birazdan bir neçə saat sonra imkan olan kimi sizlə danışacağıq. Çünki doğrudan da Ukrayna Rusiya ərazilərinə, Krıma, işğal altındakı müvəqqəti işğaldakı Krıma, Ukraynanın müvəqqəti işğal altında olan ərazilərinə ağır zərbələr endirib. Ötən gecə, dünən axşam, bugün səhər, elə bu saatlarda da biraz əvvəl hər halda mən danışanda dostlarımızla davam eləyirdim. Uğurlu gün arzulayıram, xoş istirahətlər arzulayıram və Ukraynada nigaran olmamağınızı istəyirik. Odur ki, düşmən tərəfi güya strateji üstünlüyə malikdir, güya nə bilim istədiyini edə bilir, güya nə bilim hansısa hücumlar edir. Bunlar nağıllardan başqa və Rusiya ictimaiyyətinə hesablanmış, imperiya başlara hesablanmış məsələlərdən başqa bir şey deyil. Gün ərzində dediyim kimi bir neçə saatdan sonra hökmən görüşəcəyik. Çünki əməliyyatların nəticələri hələ indi gəlməyə başlayır. Ağlaşma şüvəndir Rusiyada. Sağ olun dostlar, salamat qalın, görüşənə qədər.